Biz hazırda Gəndab, Yalamaq, Budak, Rusiya sərhədi yolunun Xaçmazın İstisu qəsəbəsindən keçən hissəsindəyik. Bura yolun 60-cı kilometrliyidir. Məlum olduğu kimi aprelin 4-ü və 5-də gələn intensiv yağışlardan sonra gələn güclü sel yolun bir hissəsini çöktürür. Sel suları su ötürücü beton boruları yuyub aparır və nəticədə Nabran istiqamətinə, Nabran-Yalama istiqamətinə gedən bir yol bu hissədən bağlanır. Aprelin 6-sında çökən və Nabran istiqamətinə aparan yolun bağlanması sürücülər üçün ciddi çətinliklər yaradıb. Xaçmaz rayon icra hakimiyyəti və 4 saylı Xaçmaz yol istismarı idarəsi əməkdaşlarının dəstəyi ilə çökmüş hissənin yanından müvəqqəti alternativ yol istifadəyə verilib. Alternativ marşrutdan istifadə edən sürücülər bildirirlər ki, artıq 20 gündən çoxdur bağlı olan yolun bərpası həyata keçirilməyib və bu vəziyyət onların narahatlığına səbəb olur. Sürücülər artıq alternativ yolun da çöktüyünü deyirlər. Cəmaət əzab çəkir, keçə bilmirik. İnterneti içində 2 kilometr quranaq ki, daş yolu, sonra keçək buranı. Bu da alınmır da bizdə. Bunun düzəltməyə bir problem deyil. Yəni, 2 dənə torba lazımdır, açsınlar ki, keçək etsinlər. Heç olmasa nə alternativ yol düzəltsinlər ki, keçək biz. Alternativ yol düzəlib də müvəqqəti. Düzəlib, o bir tərəfdən düzəlib, o da ki, lap çökü boyu. Maşın 6 dəqiqə geçir. Yəni, bazı maşına var ki, keçə bilmir, 6 dəqiqə alacaq. Yəni buradan hər dəfə keçəndə deyə çəkirik, girib kəndin içindən buradan çıxırıq. Bəzən görsən orada hazırlığa yəni bilmirik də, çıxış olan ancaq yola bəzi şeydir. Tək bura deyil, burada Qusar tərəfə də gedirik. Qusarın belə deyək də, Yasaq tərəfdə, orada da yol çökür. Orada da çayın içindən məcbur keçməyə. 20 gündən yuxarıdır ki, yol dağılır, heç bir tədbir görülmür. Heç olmasa hazırlıq işləri görülməlidir, heç olmasa burada bir traktor işləməlidir, nəsə bir agrotexnika olmalıydı. Amma ki, bugünə kimi heç bir tədbir görülmür, belə dayanıb durub, insanlar da çətinlik çəkir evə gedib gəlməyə. Mən də bu dəqiqə evə gedirəm, bu yolla nə qədər gedib gələcək. Artıq o yol da çökür, dağılmaq üzrədir. O alternativ yolu nəzərdə tuturam. Artıq o da birazdan bəlkə dağıldı, bilmək olmaz. Nabran istiqamətində əsas yolun bu hissədə çökməsi bölgədə turizmlə məşğul olan insanları da ciddi şəkildə narahat edir. Nəzərə alsaq ki, qarşıdan yay turizm mövsümü gəlir, yolun bu hissəsində, yəni Gəndab, Yalamaq, Budak, Rusiya sərhədi yolunun Xaçmazın İstisu qəsəbəsindən keçən hissəsində yolun güclü sel səbəbindən çökməsi yay turizm mövsümünə hazırlıq işlərini xeyli çətinləşdirir. Bunun həm turistlər, həm də bu yoldan istifadə edən müxtəlif nəqliyyat vasitələrinin sürücüləridir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli yaxın günlərdə çökmüş yolun bərpasına başlanılacağını bildirib. Bilirsiniz ki, cari ilin mart-aprel ayları ərzində yağan güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və ölkənin müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, yol infrastrukturuna xeyli ziyan vurmuşdu. Ümumilikdə dəymiş zərərin fəsadların aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi məqsədilə Prezidentin sərəncamına əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı, Şabran, Ağsu, İsmayılı və Bakı şəhəri ərazilərində ümumilikdə 25 avtomobil yolunda tərəfimizdən işlər həyata keçiriləcək. Bu işlərə yolların çiyin və hərəkət hissələrində yaranmış fəsadların aradan qaldırılması, soyuducu boruların, su keçidlərinin və körpülərin tikintisi, eləcə də digər tədbirlər daxildir və söz gedən avtomobil yolu, yəni Xaçmaz-Xudat Yalama avtomobil yolunda da yaranmış çökmənin məhz bu çərçivədə, bu sərəncamına uyğun olaraq bərpası tərəfimizdən nəzərdə tutulur. Bərpa işlərinə yaxın müddət ərzində başlanılacaq və agentlik olaraq çalışacağıq ki, bütün qüvvələrimizi səfərbər edərək üzərimizə düşən işləri qısa müddət ərzində və yüksək keyfiyyətlə icra edib yekunlaşdıraq. Bununla da vətəndaşların rahat gediş-gəlişinin və təhlükəsiz hərəkətin təmin olunmasına nail olaq. Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim Media, Şimal Bürosu.